Hər birinizi salamlayıram dostlar. Bugün yenə də bayraq videosu ilə qarşınızda olacağım. Yenə təxminlər və alınan şəkillərdən bayrağı tapmağa çalışacağım. Həmişə kimi Azərbaycandan başlayıram. 0%. Çox da yaxşı olmadı. Deməli bu nə ola bilər? Heç bir fikir yoxdur, sadəcə birində atmalıyıq. Nə atım? Baxım görək. Bunu attım. St-Kitts və Nevis. 20%. Qırmızı, ağ, göy, qırmızı Rusiya. Göyü təxmin elədim sadəcə. Üçüncü zəhddə tapdım. O da birinci 0% olmuşdu. Yine bu dəfə Antigua və Barbuda yazdım. 6,7%. Bu qırmızı belə bir zındırova oxşayan bir şey gördüsə, elə zındırovu deyəsən, Vatikandır. Bəli, bu da düz oldu. Fələstin yazdım. Və bu Slovakiyadır. Aydın məsələdir. Bu dəfə tanınmayan bir yer yazacağım. Düzdür, Antigua və Barbuda da tanınan bir yer deyil oldular. Tanınmayan, yəni insanların tanımadığı, rəsmi olaraq buradakı ölkələrin hamısı tanınır. Yazıram St. Lucia. Və 2,5%. Hə, bu Tanadanın yarpağı. O St. Lucia'dakı ağ uçbucaqda boşluqlar yarandı. O da Tanadanın yarpağının formasıdır. Bunu da tapdım. Yazıram Bangladeş. Bu dəfə böyük ihtimal az tutacaq. 1,8%. Bu qırmızı qəribə bir şey nə ola bilər? Bəlkə bu. Yox, bu da deyil. Hə, bu Okeaniya ətrafındakı ölkələrdən biridir. Avstraliyanın özünü yazın. Elə Avstraliyanın özüdür. Yunanistan yazıram. 16,8. Hə, bu Livandır. Yunanistan yazanda adətən tutmur, yəni riskli bir şeydir. Bu dəfə bəxtim gətirdi ki, Livanın bayrağında ağ rəng çox hissə tutur. Lesotho yazıram. Və Əlcəzair. Əlcəzair yazmağı fikirləşirdim. Yazsam ilkdən tutuzdururdum. Serbiya yazdım. Və bu Amerikadır. Bəhreyn yazıram. Son günlər müəyyən illər bombalanmış bir ölkədir. Hə, bu Çexiyadır. Gəlib Filippin çıxmasın bir dənə. Elə Çexiyadır. Andorra yazdım. Və 4,6%. Sarı ulduz bu şey Tuvalu. Bəli.
İndi nə yazım? Kiribati. Əslində əsl tələffüzü Kiribas belə bir şeydir. Nəysə. Qazaxıstan. Bu güneşten her şey belliydi. Nauru yazıram. Daha bir Okeaniya ülkesi ve 0,5%. Bu Anadolu'daki işarelere oxşuyur, o silahlardır deyəsən. Yox, silah deməksə. Anadolu 0,5%'den de tutuzdurdum. Fransa yazıram. 11,2%. Bu şey Mərkəzi Afrika Respublikası. Gürcüstan yazıram. Böyük ihtimal çox tutmaz. 15,9. Bu şey Birleşmiş Emirlikleri. Sol taraf kırmızı, ortada ağ zolaq. Ona görə də Birləşmiş Ərəb Əmirlikləri olacaq. Və bəli. Vanuatu yazdım. Ya, bu Bəhreyn alındı. Qətər yazıram, amma böyük ehtimal az tutacaq, az yer tutacaq. 0,6 Portuqaliya. Az yer tutsa da hər şey açıq-aşkardır. Cabo Verde, Afrikanın qərbində ada dövləti. Onu yazdım və bu da Amerika olacaq. Son günlər aktual olan bir ölkə. Guatemala indi də Latin Amerikasına gedək. Və 4,5. Bu Şimali İtaliyadır. Guyana yazıram. Üst ağ, altı kırmızı, bu Polşadır. Yox. Ayda Çili. Ters köşe oldu biraz. Barbadosla gedirəm. Bu sarı X, yani Yamayka. Bayrağında göy, ağ ve kırmızı renginin heç biri olmayan yegane ülke Yamayka. Argentina ile gittim. 0,6. Brezilya. Yine de az yer tutsa da çox sadə oldu. Butan, indi də Asiyaya getdim. Bu Surinamdır. Yine qaydırıq Cənubi Amerikaya. İndi nə yazıram? Böyük Britaniya. Və 32% hətta. Çexiyadır.
Liviya yazıram. 23.4 ve bu Xorvatiya. Santun ve prensipler. Afrikada ada dövləti ve 0.1%. Narıncı ulduz kimi bir şey yarandı. Narıncı bir şey görəndə adətən Kipr olur. Yox, Kipr olmadı bu dəfə. Marshall adaları. Son təxminimi eləyim. Azərbaycanla başladıq, Azərbaycanla bitirək. Və hətta 28% Vyetnam. Bəli, bu da belə. Və beləliklə bugünkü videomuz da burada sona çatdı. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.